Qarabağ Zirə Topaz Premier Liqasının 8-ci turunun 3-cü xronoloji alıcılıqla 3-cü qarşılaşması. Liderlər görüşürlər. Bu tura qədər çempionatın lider olan bu ana qədər. Qarabağ 3-cü yer olan Zirəni qəbul edir. Daha doğrusu Neftçi Qəbələ qarşılaşmasına qədər niyə belə dedim? Çünki Neftçi Qəbələ görüşündə qonaqlar 90-cı dəqiqədə Aleksey Antonovun vurduğu qolla qələbə qazandılar və 19 xalla birinci pilləyə yüksəldilər. İndi Qarabağ liderliyini qaytarmaq üçün Qurban Qurbanov məhz bu heyəti meydançaya buraxıb. Qapıcı 13 İbrahim Şehiç, müdafiədə 18 İlqar Qurbanov, 55 Bədavi Hüseynov, 32 Elvin Yunisadə və 25 Ansi Agolli. Orta xəttdə 20 komandanın kapitanı Richard Almeida, 91 Coşkun Diniyev, 70 Marinaldo Cicero Chumbinho. Hücuma meyilli oyuncular. Daha 3 futbolçu. 67 nömrəli futbolcu El-Hərbi El Jadoui, 11 Elvin Məmmədov və forvard Samuel Armenteros. Reynaldo yoxdur bu maçda. Zədəlidir. Maksim Medvedev zədəlidir. Maçı buraxır Rəşad Sadıqov. Ümumiyyətlə oyun iştirak əcəsinə salınmayıb. Bax, belə fərqli heyətli Qarabağ baş məşqçi Qurban Qurbanov rəhbərliyi altında bu meydançıda olacaq. Zirə heyəti qapıda bir Anar Nəzirov dəyişməz. Qalkiper müdafiənin sağında 2 Çinyezi Mba qayıdır. O da start heyətinin 37 Yovan Kırnet, 39 Sadiq Quliyev və sol cinah müdafiəçisi 13 Aleksandr Şemanayev. Orta xəttdə 11 Viktor Ibakoy, 8 Tərcin Cahangirov. Dayaq yarım müdafiəçilərdir. Hücuma meyilli oyuncuları 27 komandanın kapitanı Rəşad Abdullayev sağdan, 10 Igor Ivanoviç soldan və 32 Luis Alberto Diaz və yaxud Tatu ortadan oynayacaqlar və yeganə forvard 7 nömrəli futbolçu Riario Mörens, komandanın baş məşqçisi Adil Şükürov. Neftçi üzərində qələbədən sonra Adil Şükürov qalib heyəti dəyişməzlər prinsipinə sadiq qalmadı. 2 dəyişikliyi var start heyətində. Adil Nağıyev oynamır ilk dəqiqələrdən və Neysə Bonili ehtiyatda qalıb. Həmin Riario Mörens onu ön xəttdə əvəzləyəcək. İlk turlarda məhz Mörens əsas forvard idi Zirədə, amma Bonili'nin gəlişindən sonra Salvadorlu futbolçu Curaçao'dan olan həmkarını heyətdən sıxışdırıb çıxarmışdı. Ötən turda hətta bir gol da vurdu. Dediyim kimi görünür Adil Şükürov məhz bu maçda Mörens'in daha faydalı olacağını düşünür. 8-ci turun qarşılaşmasıdır. Bir daha xatırladım, bu 3-cü oyundu. Maç tura cümə günü start verildi. Bayıl Arenada Rəvan Kəpəz görüşündə Gəncəlilər mövsümdə 3-cü qələbələrini qazandılar. 2-0 hesabı ilə qalib gəldir. Həmin görüş Rəvanın ikincisi də birdən-birə 3 futbolçusunun qırmızı vərəqə almasıyla yadda qaldı. Yəni 8 nəfərlə bitirdi. Maçdan dərhal sonra da komandanın baş məşqçisi Emin Quliyev istefaya göndərildi. Onu növbəti dəfə Rəvanın üstçən arxasında Bəhman Həsənov əvəzləyəcək. Digər görüşdə bugün saat Bakı vaxtı 15:30-da başlayan qarşılaşmada İsmət Qayılov adına Bakıxanov Qəsəbə stadionunda Neftçi Qəbələni qəbul edirdi. Azərbaycan Avropa Liqasındakı digər təmsilçisi Qəbələ 90-cı dəqiqədə Aleksey Antonovun vurduğu qolla qalib gəldi bu görüşdə və artıq 19 xalla turnir cədvəlində birinci pillədədir. Zirənin ehtiyat oyuncular skamyası xeyli tanış simalar var. Ruslan Poladovu gördük orada, Hacı Əhmədov, Təmkin Xəlizaddə, son iki futbolçu Qarabağa da yaxın simalar da Hacı Əhmədov icarədən gəlib Qarabağa. Həmçin Təmkin Xəlizaddə vaxtı ilə Qarabağın formasını geyinib. Bu da maçın səmadan digər azarkeşlər. Azarkeşlərin sayı o qədər də çox deyil. Hər iki qapının arxasında klubun radikal azarkeşləri eləşiblər. Zirə ekranlarınızdan sol tərəfdədir. Sol qapının arxasında. Qarabağın İmarət fan klubu isə sağ qapının arxasında. Yəni futbol havası var bir qədər soyuğa və rəğmən əlbəttə azarkeşlər də bu maçda bol qollu, maraqlı mübarizəyə şahid olmaq üçün arenaya gəliblər. Zirə 7 turdan sonra 15 xalla 3-cü pillədədir dediyim kimi. Və bu mövsüm hələ ki məğlub olmayıb. Onu Inter izləyir, 13 xalla 4-cüdür. Daha iki qarşılaşma sabah keçiriləcək. Saat 18-də Xəzər Lənkəran Azalı qəbul edir. Saat 20-də isə Sumqayıt Inter matçı var. Komandaları meydançaya daxil olurlar. Ramil Diniyev və onun rəhbərliyi etdiyi Frigada Azər Əsgərov və Nahid Əliyevdən ibarətdir. 4-cü hakim Ramil Əhmədovdur. Yəni qapı arxasındakı əlavə köməkçilərə ehtiyac olmayıb. AFA nümayəndəsi Rauf Əmirov və hakimlərin işinə özü çox yaxınlarda elə hakimliyi buraxan Vüsal Əliyev qiymət verəcək. Qarabağ göy, qara, zolaqlı formada oynayacaq. Yeni kapitanı Richard Almeida ilə birgə Chumbinho'nu gördünüz. Hakimlə sağlaşma Zirənin formasının geyimi rəngi isə qırmızı olacaq. 8-ci turun şübhəsiz ki Neftçi Qəbələ görüşü ilə yanaşı mərkəzi qarşılaşması ümumiyyətlə turnir cədvəlinə baxanda isə elə mərkəzi qarşılaşma məhz budur.
Əşad Abdullayev, Richard Almeida, indi Püşkatlar, Qurban Qurbanov isti geyinib. Aleksandr Şemanayev, futbolçular. Hakimlər də bir-birlərini salamlayırlar. Çox maraqlı bir hava yaranıb. Hazırda mən tribunlara baxıram. Qarabağ azarkeşləri Albaniya bayrağı qaldırıblar. Bu da Ainsi Agolli'nin milli komandası ilə birgə Albaniya futbol tarixində ilk dəfə olaraq 2016-cı il Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmasına və Ainsi Agolli'nin sonradan Ermənistan maçdan sonra İrəvandan göndərdiyi mesaja bir təşəkkürdür. Ainsi Agolli Qarabağ azarkeşləri tərəfindən onsuz da sevilirdi. Bu hərəkətlər əlbəttə ki, bu cür davranışlar da onu daha çox sevdirib. Agolli sevdiyi özünün ənənəvi sol cinah müdafiəçi mövqeyində yer alıb. Richard Almeida isə komandanın meydancıda liderlərindən biridir. İndi də rəsmən kapitanın sarğısı onu donuna taxılıb. Zirə başlayacaq oyuna. Tatu və Riayra Mönes topun arxasındadılar. Qarabağa həmçinin yad olmayan daha bir sima meydançadadır. Viktor Ivakoy də Azərbaycanda futbol karyerasının müəyyən bir hissəsini Qarabağda keçirib, Turanda, Azalda oynayıb və indi də Zirənin şərəfi qoyub və komandanın bu mövsüm liderlərindən biridir. Zirənin baş məşqçisini xatırlatmaq unutdum. Adil Şükürov. Onu da çox perspektivli məşqçi hesab edirlər. Herhalde 7 turdakı, ilk 7 turdakı nəticələr onun gələcəyinə belə açıq gözlə baxmağa kömək edir. Və maç başlayır. Ravel Diliyevin start fiti dərhal Zirə. Cinahı dəyişdilər. Göndərilir topu Igor Ivanoviç'e. Qarabağ Zirə qaşıması Tato indi. Göndərir topu yenidən Ivanoviç istiqamətlə. Elvin Yusadı yerdə qaldı. Qayda pozuntusu yoxdur. İlqar Qurbanov Ivanoviç'i qarşılayır və top ondan alır. Şemanayev köməyə gəldi. Out. Qarabağı 5 gün sonra Avropa Liqasının qrup mərhələsində Monaco ilə maç gözləyir. Səfərdə o ikinci stadionunda. Amma məşqçilər sevirlər. Yəni addım-addım, pillə-pillə əvvəlcə bu oyun, sonra oyun. Hər iki qarşılaşma vacibdir. Bu Qurban Qurbanov üçün də ələlxüsus. Əgər Zirə ilə görüş milli çempionatın komandanın tutacağı yeri və ümumiyyətlə nəticələri mənasında önəmlidirsə, Monaco ilə səfər qarşılaşması da Qarabağın Avropa Liqasında qrup mərhələsini adlamaq mənasında çox önəmli bir görüşdür. Anar Nəzirov milli komandaya qayıtdı. Adil Şükürovun da bunda xidmətləri az deyil ilk turdan. İnsanlara güvənib, indiyə qədər də Nəzirov hələ ki onun inamını doğruldur. Elcədə oyun mübarizə apardı Coşqun Diniyev. O da Qaraqarayev mövqeyində yer alıb. Qaraqarayev də yoxdur start heyətində. Ümumiyyətlə oyunu protokoluna salınmayıb. Elcədə oyu qısaca ona əl hərbi deyəcək. Belə daha rahatdır yəqin ki sizə də. İndi topu çıxararkən anlaşılmazlıq Zirə futbolçularından. Kırneta Küncə göndərdi və Künc zərbəsi Qarabağ vuracaq. Almeida ona yollanır. Armenteros yerini tutub. Fədavi Hüseynovla Elvin Yunuszadə də tələsirlər cərimə meydançasına. İkinci dəqiqənin lap sonunda Qarabağ Künc zərbəsi vurur. Almeida hündür göndərilən top. Orada kimsə indirə biləcək mi? Yunuszadən bu cəhdə uğursuz olur. Orada Zirəli futbolçu topun meydançadan çıxmasına şərait yaradır. Amma məhz ondan top meydanı tərk eləmişdi. Sadiq Quliyev idi o. Və Koyu Qarabağın 5 futbolçuyla gəldiyini xatırlatdı komanda yoldaşlarına. Və prinsipçi onları 6-7 futbolçu saxlamalıdır. Çünki bir nəfər gələn topa nəzarət edir, topa müdaxilə eləməlidir. Bir nəfər Şemanayev indi dirəyi qoruyur və hər futbolçuda bir nəfər ayrılıb. Növbəti gün zərbəsi Nəzirovun çıxışda səhvi, amma qayda pozuntusu var idi. Zirə yerinə yetirəcək. Cərimə meydançalarında tez-tez rast gələn hadisələr. İşlər hallarda əlbəttə bu hakimin ixtiyarına buraxılır belə epizodlar. Hamı topa baxır, hakim isə cərimə meydançasındakı mübarizəyə. Kırneta az qala səhv edəcəkdi ikinci dəfə. Yox, amma ötürməsi dəqiq alında Tatu geri düşüb. Sadiq Quliyev. Şemanayev. İlqar Qurbanov. Armenteros mübarizə apardı. Çumbinyo topa səbirəmizə ilk toxunuşudur. Ötürməsi dəqiq Diagolli. Diagolli. Elvin Məmmədov. Yenagolli. Elvin də bir daha oynuyor. Qayda pozuntusu var. Çinezimba.
İlk turlarda yaxşı təsir bağışlayan Nigeriyalı müdafiəçi. Sarı vərəqə, qırmızı vərəqə üzündən maçı Xəzər Lənkəran görüşünü buraxırdı. Sonra da Neftçi ilə görüşdə David Şükürov Adaş Adil Nağıyevə yer vermişdi. Marinaldo Cicero Chumbinho. Geldi, top cərimə meydançasındadır və hesab açılır. Erkən gol 4-cü dəqiqədə Samuel Armenteros o mu fərqləndi, yoxsa avtogol mu qeyd alındı? Qurbanov bizə heç tükü də tərpənmədi. Sevinir şübhəsiz, amma sakit reaksiya verir və oyunun 4-cü dəqiqəsinin tamamında 5-ci dəqiqənin lap əvvəlində Qarabağ erkən qolla hesab açır. Samuel Armenteros mübarizə apardı orada. Bəli, Çinezi Bayla və top eləsə hemen sonunda elə İsveçli forwarddan qapıya keçir. Qapıya daxil oldu. Anar Nəzirov heç nə də kömək eləyə bilmir. Çox yaxşı başladı Qarabağ matça. 3 standart vəziyyət ardıcıl və cərimə zərbəsindən sonra gol gəldi. Chumbinho isə dönüşündən sonra gol ötürməsini öz aktivinə yazdı. Gol ötürməsi idi. Hücum başlayır. Mölens topu saxlaya bilmədi. Belə oyunlarda bəlkə də ən vacib olan işlərdən birini Qarabağ elədi. Erkən gol vurdu. İngilizləri əlbəttə ki, bu fərqi qapamaq üçün, hesabı bərabərləşdirmək üçün daha riskli oynamağa, açıq oynamağa çalışacaq. Bundan da Qarabağın istifadə eləmə bacarığı var. Chumbinho geriyə. Onu sıxırdı Rəşad Abdullayev. Agolli. Rəşad yerinə qayıdır. Elvin Məmmədov özü təklif edir. Topu alır. Çinezin qarşısında. Elvin geçdi. Ötürməsi. Növbəti gün zərbəsi. İqli Bakoy'dan top meydançanı tərk elədi. Yine həmin brigada cərimə meydançasındadır. Armenteros, Bədavi, Elvi Yunusadə, Elvi Məmmədov, Əl-Hərbi, Chumbinho topun arxasındadır. Bu cinahdan məhz o yerinə yetirir gün cəriməsini. Amil Denevindi kiməsə xəbərdarlıq edəcək. Futbolcular orada itələyirlər bir-birlərini. Əl-Hərbi ilə Viktor Bakoy'du bu. Nəysə bölə bilməyiblər. Mövqe uğrunda mübarizə gedir. Chumbinho'nun yenidən ötürməsi bu dəfə Bakoy topda birincidir. Təhlükəni uzaqlaşdırır istəyirlər oyuncular. Çox uzaq getmədi top. Chumbinho yaxşı çevrildi. Texnikası heç yerə getməyib. Zədədən sonra bu futbolçunun meydançada saxlamaq mümkün olmadı. Qarabağın bu stadionda ikinci görüşüdür. İlk oyunda Neftçi ilə görüşmüşlər sentyabr ayında. Həmin görüşdə heç qeyd alınmışdı. Son dəqiqələrdə qalmaqallı epizod. Penalti epizodu və Almeida'nın bərabərlik golu. Həmçinin Richard bu stadionda gol vuran ilk futbolçu kimi tarixə, Qarabağın ilk futbolçu kimi tarixə düşmüşdü. İkincisi Samuel Armenteros oldu. Bakoy. Ivanoviç, Bakoy ötürmə verdi, açıldı. Onu da qəbul etməyə çalışır, amma ona qədər İlqar Qurbanov Ivanoviç'i yerə yıxdı. Qaydalar çərçivəsindən kənara çıxır. Diniyev radikal unsurlar əl atmadı, sarı vərəqə vermir. Qurbanov da Ivanoviç'ə kömək elədi ki, ayağa qalxsın. İşlərine baxaq. Gecikdi müdaxilə İlqar və qaydan pozdu. İndi də Zirənin imkanı təxminən eyni mövqədən bir qədər daha uzaqdır. Əks qapıya Tato topu göndərir, yenə hündür top Şehiç çıxdı və topu ikinci həmlədə götürdü. Seyfə yol verir, yox. Aldılar, Bakoy'un müdaxiləsi qayda pozuntusu idi. Şehiç'in səhvləri müzakirə olunur. Tottenham'lə səfər qarşılaşmasında, bax burada top əlindəydi. Bakoy başla müdaxilə elədi. Tottenham'lə səfər görüşündə bəlkə də çox aşkar olmayan, amma mütəxəssislərin gözündən qarşımayan səhvlər. Neftçi ilə görüşdə kobud bir səhv. Ramos'un gol vurması ilə nəticələnən. Amma Qurbanov güvənir Şehiç'ə. Hər halda
İndi onun əlinin altında olan qapçılar arasında yəqin ki, bütün mənalarda bir nömrədir. Yalnız nömrəsi olmuşdu. Əl-Hərbi göndəri topu üçün Minyo istiqamətinə. Topa çata bilmir Braziliyalı. Şimanayev. Ivan Kırneta. Ortaya Terzin Cahangirova. Bakoy bir toxunuşla İvanovic'i düşünür. İlqar Qurbanov müdaxiləsi yerindədir. Topu alır İlqar. Əl-Hərbi 2 nəfər. Bir nəfər qarşı, ikincisi sığortadadır. Qayda pozuntusu yoxdur. Oyun davam edəcək. Şimanayev. Bir qədər oxuya bilmədi, ölçə bilmədi topun istiqamətini. Abdullayev yenidən Ivanovic istiqamətinə. İlqar onun yanındadır, amma heç kim topa çata bilmir. Dəqiqə. 7 dəqiqə əvvəl Samuel Armenteras'ın vurduğu gol ki yeganədir qarşılaşmada. Şumbiniyədə qol ötürməsi müəllifi idi. Zədədən sonra qaydan Braziliyalı oyuncu. Agolli topu yaxşı saxladı sinəsi ilə Richard'a. Yenə Agolli. Rusadə. Topu belə almaq çətindir Qarabağdan. Cümbinyo yerdə qaldı. Erkən başladı Armenteras istiqamətinə. Gol ötürməsi ala bilər yenə Cümbinyodan. Nəzərov çıxır, qaydanı pozur. Bu qayda pozuntusudurmu? Hakim sarı vərəqəni Samuel Armenteras'a simulyasiyaya görə verdi. Hakimi anlatmağa hesablanmış hərəkət. Samuel Armenteras ikinci qola yaxın idi. Yaxşı açılmışdı müdafiəçilərin arasından. Diqqət yetirək. Buradan bir şey görmək mümkün olmadı. Bəli, bu simulyasiyadır. Əla Ramil Əhmədov. Ramil deyil, üstürəm əlbəttə. Ramil Əhmədov onun köməkçilərindən biridir, 4-cü hakimdir. Yunusadə. Almeyda. Yenə Yunusadə. Qoşulub. Əl-Hərbi, səhv. Amma Qarabağın xeyrinə bitən epizod. Hələ ki, ciddi hücuma çıxa bilməyib. İlk cərimə zərbəsindən sonra topu göndərmişlər cərimə meydançasına. Orada təhlükəli anlar yaşana bilərdi. Şeyçin səhvindən sonra, amma heç nəyə bitmədi. Qarabağdan Sadiq Quliyev irəli oynamır Zirək. Orada topu nəzarət eləməyə çalışırlar. İndi topu saxladı Ivanovic. Out Qarabağ atacaq. İlqar Qurbanov orada yerdə də kimlər çatdırdılar özlərini meydançanın kənarına. İlqar üzündən zərbə alıb deyəsən. Bəli, dirsəyə dəydi Aleksandr Şimanayevin üzünə. Armenteras 3 nəfərin arasından topu ələ saxlamağı bacarır. Artıq göndərmək lazımdır. Samuel təkidlə Şimanayevə keçməyə çalışdı. Nəticədə onun qaydanı pozmağa məcbur elədi. Bəli. Almeydan göndərdi topu cərimə meydançasına. Adar Nəzirov bu dəfə rahatdır.
Tez başladı. Müles açılır. Yanından Raşid Abdullayev özünü təklif elədi. Müles onu görmədi və yaxud ki, imkan bitirmə verməyə imkan olmadı. Geriden Kırneta, Livakovic, Kırneta. Tərzin Cahangirov. Çətinlik çəkilir zirə bu dəqiqələrdən çıxmağa. Cahangirov. Bakoy açıldı. Onun istər hərəkət istiqamətinə gol oxudu. Almeyda, Chumbiyo yaxşı çıxdılar. Əl-Hərbi heç cür potensialını aça bilmir. Mərakeşdə futbolçu. Keçdi indi Şamanavi sürəti hesabına cərimə meydançasında Sadiq Quliyev. Sürüşmə fəndi və ikinci zərbəsi. Oxşar və bəlkə də eyni oyun sxemi ilə oynayırlar komandalar. 4-2-3-1 çox son vaxtda dünyada da populyarlaşan bir sistem. Milli komandamız belə oynamır. Bir çox milli komandalar qurdular. Məhz bir forvarda və 3 hücuma veriliyə oyunçuya üstünlüyü verirlər. Almeyda dönməsi yerdə top yenə Almeydaya qismət oldu. Cərimə meydançasında Braziliyalı müdaxilə edir. Armenteros yenə bəxtsiz Anzirə üçün və 2-0. 15-ci dəqiqə Samuel Armenteros dublünü rəsmiləşdirir. Çox maraqlı epizod. Richard zərbə indirmişdi, amma zərbəsi ötürmə alındı. Armenteros tək qaldı oradan. Heç kim ona müdaxilə edə bilmədi və Samuel Armenteros yenidən Qurbanova gülümsəməyə məcbur eləməyən bir qol. Baxaq. Zərbə deyildi bu. Ötürmə deyildi. Bəli, zərbə idi. Oyundan kənar vəziyyəti yoxdur. Anar Nəzirov yerə yıxıldı. Zərbədən əvvəl və Armenteros rahatca topu qapıdan geçirir. 2-0. Əla başlanğıc Qarabağdan. Amma Armenteros dubl elədi. Çox çətin olacaq Zirəyə bu fərqi qapamaq. Əlbəttə bu Qarabağdır. Rəqib çox güclüdür. Çaşqın Diliyev geriyə, Bədavi Hüseynova, oradan Şehiçə. Agoli, şu hərəkət, Chumbiyo topu götürə bilmir. Bakoy. Tazonda ötürməsi dəqiq deyil. Samuel Armenteros'un 4-cü qolu və İsveçli futbolçu milli çempionatın bombardirlərindən birinə çevirir. Qəbələnin oyuncusu Aleksey Gay da 4 dəfə fərqlənib. İndi Armenteros həmin bu nəticəyə şərik deyil. Elvin Məmmədov Kretan səhvindən sonra az qalacaq meydançasında. Topla tək qalacaq idi, amma onu qəbul edə bilmir Cahangirov. Zirənin hücum şansı. Livakovic yenə ləngdi Zirə bu dəqiqələrdə. Şamanayev. Müles açıldı, oyundan kənar vəziyyəti yoxdur. Oyun devam edir Ivanovic. Qarşısında boş ərazi var, amma bu dəfə offside. Burada Müles'in də epizoduna müzakirə eləmək olar, amma burada belki de 51. epizodda Müles'in olduğunu işarə verdi. Erkən bir qədər gecikmiş qərar oldu sanki. Hər necə olsa devam edir Chumbiyo. Hər dəfə əlbəttə hakimlərin hərəkətləri də müzakirə olunur, qərarlar da müzakirə olunur. Şərhçilərin də verdiyi fikirlər, şərhlər də müzakirə olunur. Belə bir fikir var ki, hakimlər bir anın içində qərar verirlər. Diğer tərəfdən əlbəttə futbolçuların da meydançada çox az vaxt olur ki, qərar versin. Məhz yaxşı futbolçu həmçə yaxşı hakim odur ki, həmin o notda çox qısa an ərzində optimal qərarı, ən yaxşı dəqiq düzgün olan qərarı verməlidir. Məhz bu yüksək səviyyədən xəbər verir. Hələ ki, hakimlər işin ötəsinə yaxşı gəlirlər. Kimanayev. Növbəti out. Ivanovic. Sağ cinahat demiyorlar ki istifadə edən bir Zirə.
İvanoviç Mülens'e fikirləşdi, amma tamam başqa şey düşünürdü. Və bu anlaşılmazlıq nəticədə Qarabağın topu İbrahim Şeyiclə meydançaya daxil eləməsinə gətirib çıxarır. İki erkən gol Zirəni sanki şoka saldı. Heç nə alınmır qonaqlarda bu dəqiqələrdə. Mübarizə apardı, göndərir Rəşid Abdullayev istiqamətdən Şehit çıxır. Vaxtındaydı bu müdaxilə. Yenə Elmütar epizodda Zirəli oyuncu top bitirir. Şkundiniyev, Çumbinyo'ya bir hərəkətlə. Sağda Əl-Hərbi, yanında Elvin Məmmədov. İlqar Qurbanov özü gedəcək, sol ayağına attı topu. İlqar da qoşuldu. Növbəti şans. Bu dəfə Armenteros Ettirikaya yaxın idi, alınmadı. Hücum davam edir. Almeydan yenidən Armenteros'a. Dəmir meydançasında top gəzir rahatca. Və indi yalnız çıxardılar. Rəşid Abdullayev 2 nəfərlə gəliblər. Topu qarşısına attı və Bədavi Hüseynin müdaxiləsindən sonra hücum buradaca boğuldu. Almeida. Çumbinyo. Coşkun'dan sol cinaha Al-Golli. Məmmədov. Bədavi Hüseynova yerə çıxır. Elvin Yunuszadə. Almeida ilə Çumbinyo özlərini təklif elədilər, amma onlar təzyiq altındaydılar. Ona görə müdafiəçilər hələ ki burada oynamağa üstünlüyü verir. Tələsməli bir yeri yoxdur. Hesab 2-0 meydan sahiblərinin xeyrinədir. Adil Şükürovun oyuna necə müdaxilə edəcəyi indi çox ciddi maraq doğurur. Əvəz etməyə İlhan vurmuram. Onun gedişində bəlkə bir dəyişilməyə ehtiyac var. İndi Tato'dan Mülens istiqamətində fərq azaltmaq olar. Mülensin zərbəsi zəif zərbə idi. Dəqiqliyə hesablanmış uzaq küncə, amma top qapının yanından keçir. Bu da ilk şans Zirədən. Şu ötürmə Mülens istiqamətinə. Çətin idi oradan Riayronun qapıya düşməsi. Müdafiəçi də var idi yanında. Bu top qapının yanından keçdi zərbədən sonra. İvanoviç. Cangirov. Çumbinyo. Yaxşı, qaydasındadır Çumbinyo. Çox hərəkətli görünür. İstər müdafiədə kömək edir komanda, top almada, həmçinin hücumda da oyun quruculuğunda önəmli işlər görür bu dəqiqələrdə. Braziliyalı futbolçu, xatırladım, zədədən qayıtıb. Bu isə 2 qolun hər ikisinin müəllifi Samuel Armenteros'dur. Kırneta bayanında Bağdan uzun Rəşid Abdullayev istiqamətinə oynamaq cəhdə alınmadı. Çumbinyev açıldı, topu aldı. Cinaha dəyişir sol dəfə Agolliyə. Bağaydan pozmadan top alır. İndi Zirə sürətli çıxa bilər. Rəşid Abdullayev mərkəzdən Tatu dəstək verir. Top onun elə qaçdığı zonaya göndərildi. Amma İlqar Qurbanovdan öncə heç kim ora çata bilmədi. Top itirdilər. Mülens. Rəşid Abdullayev sağdan. Mülens özü ötürmə verir Rəşada. İvanoviç mərkəzdən dəstək verir. Şey üçün qucağına. Qarabağda ləng çıxır.
şəraitdə milli komandanın oyuncuları da, yəni Qarabağ oyuncuları da milli komandanın düşərgəsindən qayıdıblar. Bir neçəsi bəziləri oynayıb, bəziləri oynamayıb, amma yenə də əlbəttə fasilədən olan yararlana bilməyiblər. Oyunda olublar. Üstəlik Avropa Liqası maçları var. Belə şəraitdə güclərin bölüşməsi çox önəmlidir. Çünki yenidən əla ötürmə bir qədər uzaq düşdü Elvin Məmmədova, amma topa çatır Elvin. Bağının ayaqları arasından topu keçirməyəcəkdi. Çinezi əsəbləşdi və Elvini yıxdı. Əlbəttə Elvin kimi fantaziyalı oyunculara ondan qarşılama belə şəkildə çıxmaq olmaz. Hər addımda əlbəttə ayaqların arasından topu keçirməyə çalışacaqlar. Və Elvin də cərimə zərbəsi qazanır. Yenə Çumbinyo topun arxasında. Və yaxud top onun qarşısında. Qurbanov işarəsi verdi. Yerlər hərbiyə buraxdılar. Agolli və 3. Almeida və 3-0. Agolli yox, Richard Almeida. Bu artıq darmadağındır. 25 dəqiqəyə çempionata əks-səda salan Zirə 3 top görür qapısında. Qurbanov isə sanki top onun komandasının qapısından keçirmiş kimi belə düşüncəlidir. Çox epizod ev tapşırığı sanki notlarla hərbi buraxdı. Klassik futbol. Almeida, mən diqqət yetirdim epizoddan əvvəl, zərbədən əvvəl Almeida uzaq direğin yanında dayanmışdı. Yəni, düz qapçı meydançasının xəttində sonradan oradan manevrlədi. Diqqətlər özlərindən çəkdi, yayındırdı müdafiəçiləri. Boş mövqeyə açıldı və sanki penalti vurulmuş kimi fərqi artırdı. O da 4-cü qolunu vurur. İki bombardir meydançadan. Armenteros və Richard Almeida. Bu maçdan çox şey gözləyirdik. Hər şey demək olmaz, amma o 25 dəqiqəyə 3-0 bu biraz azacıq gözlənilməz oldu. İnamsızlıq da əlbəttə gətirdi bu qollar Zirəyə bu dəqiqələrdə. Və bəlkə də bu maç artıq göstərir ki, Premier Liga nədir? Buna qədər Zirənin yaxşı oyunları var idi. Inter və Neftçi kimi kifayət qədər ciddi komandalarla görüşdülər və məğlub olmadılar. Qol da buraxmadılar həmin oyunlarda. Bir qələbə, bir neticələri də var idi, amma indiki halda Qarabağ və Qəbələ səviyyə mənasında Topaz Premier Liqasında digər 8 komandadan bir qədər fərqlidirlər. Yəni seçilirlər, daha güclüdürlər və əsl imtahanlar məsələ bu komandalara qarşı oyunlarda verilir. Növbəti turda da Zirəni Qəbələyə səfər gözləyir. Birinci dövrənin sonuncu turunun qarşılaşmasında 9-cu turda birinci dövrə başlayacaq. Qırneta Tatuya yaxşı hərəkətlə Müniz istiqamətinə. Müniz ötürmə əvəzində zərbə vurmaq qərarına gəlir. Görəsən oyuncunun zərbəsi dəqiq deyil. 3 gol sanki Adil Nağıyevi çöktürdü. Adil Şükürov əlbəttə. Zirənin baş məşqçisi Adil Şükürov ötənlərin güclü olan futbolçulardan idi. Böyük karyerası olmayıb onun. Amma Bakılı Neftçidə də oynayıb, müxtəlif komandalarına şərəfini qoruyub. Milli komandada əlbəttə mən ciddi xatırlamıram indi. Məşqçi karyerasında əslində yaxşı başlamışdı, 7. Yaxşı da başlayıb. Hələ bu maçda bitməyib, çox şeylər orada yaşana bilər. Almeida mübarizə apardı, topu aldı. Amma sonunda top Zirədə qalır. Bakoydan Qırnetaya. Cahangirov. Ba. Üç gol vuruldu Zirənin qapısına, ikisi standart vəziyyətdə. Hər ikisinin də ötürməsi müəllifi Marinaldo Cicero'dur. Yaxud onu Çumbinyo adlandırırıq biz.
bundan yaxşı dönüş arzulamaq əlbəttə olmazdı yəqin ki. Cümbinyo üçün zədədən qayıdır. 2 ilə yolda vurdu. Alt zirəyə netəcək Şimanayev. İvanoviç Qurbanovla mübarizə aparır. 2-cü zərbəsi hər halda qazandı. Bu da qollar. Cümbinyon ötürməsi. Elementar səhvlər və birinci qol. Ardınca Almeyda mübarizə apardı. Zərbə vurmaq istədi. Ötürmə alındı. 2-0. Armentaros'un dublu və 3-cü qola imkan tapmadıq, amma onu 100% görəcəyik. Zirə 2-cü zərbəsini yerinə yetirdi. Cəlmə edəsində tək qalır Müniz. Fərq azaltmaq olardı, amma Yunus Sadə burada cəsur mübarizə apardı və topu çıxardı. Diqqət etirək. Top qarşısında qalmışdı Müniz'in, vura bilmədi. Oyunda pauza yarandı futbolçuya. Yerdə qalmasıyla o meydanın. Hakimin atışıyla top oyuna daxil ediləcək. Sirəli futbolçular göndərirlər onu Qarabağ tərəfə. Uzun pauza verdi Şeyhiç. Belə uzun da oynayacaq. Rəşad Abdullayev. Kısa düştü ama Cahangirov topu götürür. Erzin Cahangirov. Qayda pozuntusu. Tatu. Ivanoviç. Yaxşı oynadı Hərbi. Hücum dizirə yenə devam edəcək. İkinci əmlə yenə Tatu. Yenə Ivanoviç. Yaxşı ötürmə. Mülens. Oyundan kənar vəziyyət. Tez başladı Qarabağ. Hərbi sağ cinahda. Olmalı olduğu cinahda mübarizə aparır. 2 nəfərlik Bakoya köməyə gəldi. Out. Bu da offside epizodunun təkrarı. (3-0) 32-ci dəqiqədə Adil Şükürov necə müdaxilə edəcək, fasilədə mi, oyunun gedişində mi? Mən sadəcə ehtiyatda olan oyuncuları xatırladım. Qapıcı Kamal Bayramovla yanaşı 77 Ruslan Poladov, 28 Təmkin Xəlilzadə, 6 Hacı Əhmədov, 9 Nelson Buniyə, 96 Elgün Nəbiyev və 90 Vüsal İskəndərli 2 gənc oyuncu var. Buniyə, Ruslan Poladov, Təmkin, bunlar hücuma meyilli oyunculardır. Ruslan düzgün müdafiədə də oynayıb. Amma cinahda komandasına kömək eləyə bilər. Şimdi Tərzin özü reyd eləməyə çalışır, topu ondan alırlar. Qarabağın ehtiyat Tunças kamyasında qapıcı Fərhad Vəliyev yanaşı, 6 Vüqar Mustafayev, 8 Miguel Madeira və yaxud Miçel, 22 Afran İsmailov, 23 Vladimir Dimitrovski, 29 Raydel Pupon və 97 Mahir Mədədov. Şimdi yeni Armenteros'a təkdir forward. Sağ oynuyor. Şulgar Qurbanov dəstəyi verdi. Topu sağdan attı, soldan geçti. Cərimə meydançasına ötürmə vermək istedi. Top ayağından qaçtı. Zərbə alındı. Dəqiq olmadı. Hərəkətdə tuttu Şimanayevi. Hayatta qalan bir epizod. Zirə bu mövsüm 2-7 turda buraxılır. Qolların sayından daha çoxunu artıq bugün buraxıb. Yəni 2 buraxılmış topu var idi. Bugün də artıq qapısında 3 gol görüb.
Tatu, yaxşı ötürmə Mülensə, fərq azalt, bəli 3-1. 34-cü dəqiqə. Super məhsuldar bir qarşılaşma. Igor Ivanoviç fərq azaldır. Zira azarkeşlərinin sevinci bir qədər özünə gəldi Adil Şükürov. Yaxşı hücum Tatudan gözəl ötürmə. Bir toxunuşla demək olar hər şey edildi burada. Bütün futbolçulardan elə Ivanoviç də bir toxunuşla rahatça topu qapıdan keçirir. 3-1. Faktiki ikinci yadda qalan epizod və gol. Igor Ivanoviç'in 3-cü goludur bu. Üstündə 11 zərbə vurub qapıya, 5 çərçivəyə getdi və ondan 3 gol oldu. Yaxşı faizdir. İlqar Qurbanov. Əl-Hərbi. Geri dönüş olacaq mı bu oyunda? Hər halda Zirə fasiləyə getmədən fərq azaltmağı bacardı. Agolli. Hər yerdə pressing eləməyə çalışır qonaqlar. Rahatca çıxır Qarabağ bu pressing altından. Yunus Sadə. Əl-Hərbi yanında İlqar Qurbanovla oynayır. Diniyev. Hüseynov. Almeyda. İlbi Məhmədov çevrildi. Ötürməsi dəqiq deyil. Əks hücum olacaq mı? Ivanoviç. Elvi Yunus Sadəni keçə bilmədi. Mövsüm ən məhsul olan oyunlardan biri. Canlı şahidiyik. Qarabağ Zirə görüşü Soraxanda Tofiq İsmailov adına stadionda artıq 35 dəqiqədə 4 gol var. Və bütün qolları da legionerlər var. Armenteros 2 dəfə Qarabağda Almeyda bir dəfə fərqlənib. Zirənin yeganə qolunun müəllifi isə Igor Ivanoviçdir, Montenegrolu müdafiəçi. Ivanoviç yayda Çernogoriya, Montenegro Rudarının heyətində Bakıya gəlmişdik. Elə Qarabağla görüşdə çox yaxşı təsir bağışlamışdı. Qarabağ həmin komandanı adladı. Bakıda 0-0 və səfərdə 1-0 qələbədən sonra və onda məhz Ivanoviç görünür Zirəli seleksionerlərin karandaşına, qələminə düşmüşdü. Onu da aldılar və hələ ki yaxşı təsir bağışlayır. Şimdi Elcedoyi fərdi öz oynamağa üstünlüyü verdi. Geriyə Almeydaya bir qədər top ayağından açdı, amma Richard'dan topu almaq asan deyil. Qurbanov. Elcedoyi. Armenteros'a rahat. Bütün Qarabağ futbolçularının hamısı rahatça topu qəbul edəcək Mençə tərəfində. Və istədiklərini deyirlər. İndi Cumbinho göndərməyə çalışsa da Sadiq Quliyev qarşılayır. İlqar Qurbanov aldılar topu. Almeyda. Evi Məmmədov. Diniyev. Diagonal cərimə meydançasına Şimanayev qarşılayır. Ivanoviç. Sürətli çıxmaq olardı Almeyda. Faydalı iş əmsalı çox yüksək olan bir futbolçu Richard Almeyda. Onun meydançada gördüyü işi layiqincə qiymətləndirmək asan deyil. Elvi Məmmədov sol cinahdan ötürməsi dəqiq deyil. Şimanayev. İndi Almeyda'dan səhv. Tatu. Mülens. Ivanoviç gəldi. Aldı topu. Emin Sadənin müdaxiləsi qayda pozuntusudur. Yani Mülens. Heç şübhəsiz Curaçao'dan olan Azərbaycan çempionatına çıxış edən ilk futbolçudur yani.
Əlbəttə zirəndə egzotik ölkələrdən futbolçular var. Bizim üçün egzotik saydığımız Salvador'dan məsələn Nelson Bonillo ötən tur golda vurmuşdu. Ehtiyatda qalıb. Coşkun Niniyev. Böyleniz pressing edir, qaydan pozur. Yunus Sadə. Ötürme dəqiq deyil. Çumbiyo. Yenə Çumbiyo. Axtarır. Elivini tapdı. Geriyə oynamaq məcburiyyətinə qalır Qarabağlı oyuncular. Bir toxunuşlar Armentaros'tan Çumbiyo'ya. Gəl top ondan al. Agolli cinahdan açıldı. Ona topu geçirmeye mümkün olmuş. 8. turun qarşılaşması Qarabağ Zirə. Tura dünən start verildi. Rəvan Kəpəz görüşündə Gəncəllər 2-0 hesabıyla qələbə qazandılar qonaqlar. Neftçi Qəbələ qarşılaşmasında isə yenə qonaqlar 90-cı dəqiqədə Alisandonun vurduğu golla Qəbələ 1-0 hesabıyla qalib gəldi və hazırda canlı turnir cədvəlinə bu dəqiqə bu an üçün baxsaq yenə ikinci yerdə. Çünki Qarabağın da qələbəsi hal-hazırda var. 3-1 hesabıyla öndədir. 19 xalı var Qəbələnin. Qarabağın bu oyuna qədər 17 idi. Əgər qalib gələrsə 20-yə yüksələcək. Sabah daha 2 görüş Lənkəranda saat 6-da Xəzər Lənkəran Azal və saat 8-də Sumqayıt Inter. Əlbəttə ki bu oyunlarda CBC Sport telekanalında olacaq. Bizimlə qalın. Bu turun bütün maçlarını sizə çatdıracaq. Ümumiyyətlə bundan sonra məsbəy olacaq. Aleksandr Şemanayev müyünsə, o da bir toxunuşda İvanov istiqamətində top yenə Zirə oyuncuda qalır. Şemanayevdən dribling 2 nəfəri keçdi bu dəfə. Zərbədə vurdu amma zərbəsi dəqiq deyil. Eyni fintdə 2 nəfəri allatdı Aleksandr. Əvvəlcə İlqar Qurmanova, sonra Yunus Sadəni. Mini show Aleksandr Şemanayevin ifasında. Son 3 dəqiqə yarım birinci hissədə bilmirsən, vaxtından söhbət gedir. Hakim də əlavə eləyə bilər. Out atdı İlqar Qurbanov Almeydaya. Bir qədər riskli outdu. Adətən məşqdə elə outları sevmirlər. Çünki orada top itməsi ehtimalı çox yüksəkdir. Dərhal komanda kəsilir demək olar ki, hər kəs. Çünki onun xəttədir. Arxaya əks hücum yana yarana bilər öz qapımıza. Yəni komandanın öz qapısına. Hər bir Sadəyə. Çumbiyo. Armenteros. Çumbiyo. Müdafiənin arasından Qurbanov hərəkət istiqamətində bir toxunuşda cərimə meydançasına Qırnət özü yetirdi. Zirə sürətli çıxsa təhlükəli ola bilər. Əlvəcədoy burada İlqara kömək eləmək üçün geri qayıtdı. Vakoydan diagonal Rəşad Abdullayevin hərəkət istiqamətində top ona çatarsa oyundan kənarı vəziyyət olacaq. Elə ümumiyyətlə hakim bu offside-i də qeydə aldı. İncə offside. Eda Hüseynov. Yunus Sadə. Qurbanov. Yerlər hər birini düşündü. Alınmadı. Şemanayev. Yölens. İlərdə oynamağa variantı yoxdur. Arxadan başlamaq lazımdır Qırneta. Dərizin Cahangirov sağa Mbaya. Mbadan Kobudsev. Çumbiyo. Bacarır bu şeyləri. Onun da ötürməsi dəqiq deyil. Viktor Bakoy bir qədər sürətlə oynamalıdır Zirə. Əlbəttə belə bir öhdəliyi yoxdur. Sadəcə əgər təhlükə yaratmaq istəyirsə mümkün qədər sürətli çıxmaq lazımdır. Bakoyun ötürməsi dəqiq olmadı.
Şübüyə mübarizə apardı. Valmeydan səhvini düzəltdi. Elvin Məmmədov yanında golü var. Onu ötürmə də verə bilər. Uğursuz alındı bu ötürmə. Dərzin Cahangirov 4-cü toxunuş topa, 5-ci. Şübüyə qaydan pozurdu, amma hakim üstünlüyü işarəsi verdi. Sadiq Quliyev. Mühür istiqamətinə oyundan kənar vəziyyət. Kənd hakimi Nahid Əliyevin işi çoxdur bugün. En azı birinci hissədə artıq Mühür Səfərəmizə 4-cü dəfədir ki, oyundan kənar vəziyyətdə düşür. Ondan əvvəl bir dəfə Rəşid Abdullayev də yaxalanmışdı orada. Şquniyev. Bunun çölüyle Qurbanova. Almeida. Kapitan gəminin başındadır. Bütün oyunu aparır. Richard Almeida. Burada da mərkəz müdafiəçilərinin arasında düşüb topu qəbul edir. Müasir dayaq yarım müdafiəçilərinin tez-tez elədiyi bir şey. Hakim bir dəqiqədə əlavə eləmədi və 45-ci dəqiqədə Ramil Diriyev birinci hissəni bitirdi. 3-1. Suraxanda Qarabağ zirə görüşündən meydan sahibləri. Bax, bu futbolçunun dublu Samuel Armenteros'un 2 golu və Richard Almeida'nın bir golu hesabda 3-1 öndədir. Zirənin yeganə goluna Igor Ivanoviç imza attı 34-cü dəqiqədə. Qarabağ zirə qarşılaşmasında fasilədir. Amma CBC Sportdan ayrılmırsınız. İkincisi də yenidən bir yerdə olacaq. Topaz Premier Liqasının 8-ci turunun qarşılaşması Qarabağ zirə görüşündə Suraxanda hazırda fasilədə. Birinci hissədən sonra meydan sahiblərinin 3-1 hesablı üstünlüyü var və çərçivəyə gedən 3 zərbənin 3-ü də qol olub. Bax, bu statistik göstəricilər birinci hissədən sonra 4 dəfə zərbə indirib Qarabağ zirənin qapısı istiqamətində. Ondan 3-ü çərçivəyə gedib və 3-ü də qol olub. Zirə isə 6 zərbədən 3-ünü də çərçivəyə düşüb. Bir dəfə Igor Ivanoviç 34-cü dəqiqədə fərqləndi. Hesabı 3 sorularkən fərqi azaltdı. Qarabağ 4, zirə 1 ikinci zərbəsi yerinə yetirib. Qonaqlar 4 dəfə oyundan kənar vəziyyətdə yaxalanıblar. Qarabağın belə bir hal yoxdur. Qayda pozuntularının sayı 7-6. Qarabağda 1% daha çoxdur. Bir oyuncu da meydan sahiblərindən sarı vərəq alıb. Samuel Armenteros simulyasiyaya görə xəbərdarlıq almışdı. Qırmızı vərəqə görməmişik və topa yiyələnmə faizi ənənəvi Qarabağın oyunlarında 63-37 məhz Qarabağın xeyrinədir. Topa çox yiyələnirlər. Oyunun əvvəlindən də çox sürətli başladılar oyuna. 2 standart vəziyyətdən fərqləndilər. 2 dəfə Samuel Armenteros, bir dəfə isə Almeida artıq 25-ci dəqiqədə fərqi 3-ə çatdırmışdı. Sonradan azaltdılar. Və birinci sənə paravanları Ramil Deyevin start fiti ilə zirə oyuna başladı. Amma əslində elə ilk yadda qalan epizod qolla nəticələndi. Nəhayət uzun fasilə sonra start edilən yaranan Şumbinyon yerinə yetirdi. Cərmə zərbəsindən sonra Samuel Armenteros azacıq qarala qarşılıqdan burada istifadə elədi və top məhz onun ayağından qapıdan keçdi. Qeytrə Mba mövqeyini itirdi, Armenteros'u buraxdı və Samuel Armenteros hesabı oyunun lap əvvəlində açdı. Nəzirov'da müdaxiləsi gecikmiş idi. Armenteros'un mövsümdə 3-cü goluydu. Amma çox keçmədən 4-cü də gəldi. 3-cü dərbəsindən sonra Almeida cərimə meydançasında qaldı. Zərbə cəhdi ötürmə alınır. Anar Nəzirovun da müvazinət itirməsi nəticəsində Samuel Armenteros dövülünü rəsmiləşdirir 12-ci dəqiqədə. Qolla bombardinasiyasında Aleksey Gaya'ya birgə milliyə yüksəlir Samuel Armenteros. Bir qədər sonra onun komandı yoldaşı çatacaq. Mələri isə bu ikinci qolun təkrarıdır. Yenə də burada Ba istər-istəməz epizodun iştirakçılarından biri oldu. Top məsələn onun ayağından getdi Armenteros tərəfə. Burada isə əlbəttə qol vurmamaq daha çətin, nəinki qol vurmaq. Söhbət usta forvardlardan gedir ki, Samuel Armenteros da belələrindəndir.
Zirənin fərqi azaltmaq cəhdi Tatu'dan Mullins istiqamətinə uzaq güncü nişan alır. Real Mullins dərbəsi dəqiq deyil. Açıldı burada Bədavi Hüseynovla Elvin Yunusadənin arasındakı boşluğa, boş mövqeyə. Amma çətin idi oradan çərçivəyə düşmək. Bu da 3-cü qol. Elementar sadə vəziyyətdə uşaq səhvləri Zirə müdafiəsindən və Richard Almeida fərqi artırır. Maçda Rəşad Sadıqovun yoxluğunda, Maksim Medvedevin yoxluğunda kapitan sarğısı məhz Richard'ın qolundadır. Heç kim saxlamırdı Almeidanı və 3-0. Yeni doğulmuş övladına göndərdi bu hərəkətli qol sevincini Richard. Və əlbəttə ki, bütün təbriklər həmçində Cumbinho'ydu, çünki ikinci qol ötürməsidir ondan. Qaynandan sonra. Bu da Zirənin qolu, çox yaxşı hücum. Bir toxunuşla hər şey elədilər. Tatu Mullins və Igor Ivanovic. Tatu əla ötürmə verdi bir toxunuşla Mullins istiqamətinə isə Ivanovic də bomboş qalmışdı qapı qarşısında. Bir qədər bundan sonra Zirə sözünə gəldi. Çünki 3-0'dan sonra tamam dağılmış təsiri bağışlayırdılar. Heç nə alınmırdı, hücum alınmırdı. Amma bu epizod, bu hücum bir qədər onları ruhlandırdı. İndi fasilədə Adil Şükürovun oyuna müdaxiləsi çox maraqlıdır. Komandası hesabda geridir. Fasilə qədər bir qol vurmaq mümkün oldu. Bu əlbəttə müəyyən xeyir verəcək komandaya. Amma Qarabağ görüşdə bu iki topluluq fərqi aradan qaldırmaq olduqca çətin olacaq. İkincisindən çox böyük səbirsizliyə gözləyir. Artıq fasilənin də bitməsinə çox az qalıb. Zirəli futbolçular stadiona, meydançaya daxil olurlar. Hələ ki, bu oyuncuların hamısının ilk dəqiqələrdən start edə yer aldığını mən görürəm. Gözümə dəyməyən oyuncu yoxdur, müdafiəçiləri yerində. Orta xəttdə eyni ilə. Yalnız Tatu çıxmayıb. Bəlkə də yubanır orada. Soyunub geyinmə otağında. Yox, Tatu da buradadır. Eyni heyətlə Zirə maçı davam eləyəcək. Dəyişikliyi yoxdur. Igor Ivanovic Zirənin yeganə qolunun müəllifi bu qarşılaşmada. Onun da mövsümdə 3-cü qoluydu bu. İkinci turda Kəpəzlə görüşdə fərqlənmişdi. Sonuncu dəqiqələrdə ötən turda Neftçiyə qol vurdu Igor və bu da Qarabağ. Bunun qol vurduğu komandaların siyasına düşdü. Qurban Qurbanov Qarabağın baş məşqçisi. Zədə üzündən Reynaldo Maksim Medvedevin xidmətlərindən istifadə edə bilmir. Həmçin Qara Qarayev də yoxdur start heyətində ümumiyyətlə oyunun protokoluna salınmayıb. Yeni ilə kapitan Rəşad Sadıqov da. Əfran İsmailov da həmçinin qeyd eləyək. 4-5 gün sonra Qarabağı Avropa Liqasının qrup mərhələsində çox vacib bir qarşılaşma gözləyir. Oktyabrın 22-sində Monaco ilə səfər matçı gücləri bölüşdürmək önəmlidir. Və Yönü Qurbanovun rotasiyası da məhz buna hesablanır. Qarabağ da eyni heyətlə mübarizə aparacaq. Nəyəsə dəyişdirməyə lüzum yoxdur. Qeyd edeyim ki, bu tura qədər Qarabağ 17 xalla 1-ci, Qəbələ 16 xalla 2-ci, Zirə 15 xalla 3-cü idi. Qəbələ bu tur bugün elə saat 15:30-da başlayan qarşılaşmada Neftçiyə səfərdə 1-0 hesabı ilə qalib gəldi. Mən fasilədə araşdırmaya çalışdım internetdən məlumatları. Ondan sonra komandanın baş məşqçisi Samir Əliyev istefa verəcəyini açıqlayıb. Neftçidən söhbət gedir və ola bilər yaxın günlərdə yeni məşqçiyə görə bu artıq ikinci istefadır. Daha bir istefa dünən gəlmişdi. Emin Quliyev Rəvan Kəpəz görüşündən sonra meydan sahiblərinin sükanı arxasından getdi və onu Bəhmən Həsənov əvəzlədi. Və Ramil Diniyevin startda ikinci hissənin başladığını elan edir. Zirə hücum eləyəcək. Ivanovic, Şivanayev Müllins istiqamətinə. Topu Ivanovicin qarşısına tarzında təhlükə ola bilərdi. Yox, Diniyev. Hərbi. Sürətlə start heyətlərini xatırladım. Qarabağ qapıda İbrahim Şehiç, müdafiədə İlqar Qurbanov, Bədavi Hüseynov, Elvin Yunusadə və Ansiagol ilə orta xəttdə Richard Almeida, Coşqun Diniyev, Cumbinho,
Əlhərbi Eljadoui, Elvin Məmmədov və hücumçu Samir Armenteros, baş məşqçi Qurban Qurbanov. Zirə heyəti qapıdan Arnəzirov, müdafiədə sağdan sola Çinezimba, Yovan Kırneta, Sadiq Quliyev, Aleksandr Şamanayev, orta xətt ikilisi Tərzin Cahangirov, Viktor Ibakoy, 3 hücuma belli oyuncu oynayır. Sağdan sola Rəşad Abdullayev, Luis Alberto Diaz, Tatu və İqor İvanoviç, yeganə hücumçu Riya Mülis. Baş məşqçi də Adil Şükürov. Oyunu Ramil Diniyevin idarə elədiyi hakimə briqadası idarə edir. Ona Azər Əsgərovla Nahid Əliyev kömək eləyirlər. Xəttə hakimləri 4-cü hakim Ramil Əhmədovdur. AFFA nümayəndəsi Rauf Əmirov və hakim inspektor Vüsal Əliyev. Maç Tofiq İsmayılovanda Suraxanı qəsəbə stadionunda keçilir. Qarabağın yeri arenasında onların ikinci maçıdır bu stadionda. Meydan mübarizə apardı. Top Tərzin Cahangirovda qaldı. Bakoyu Tərzin. Bakoy gönderdi topu Rəşad Abdullayevin hərəkət istiqamətini, orada Bədavi topda birincidir. Tümə səhvləri ilə başlayır ikinci hissə. İlk hissədə bir nəfəsə Qarabağ 3 qol vurdu Zirəyə. 25 dəqiqəyə sığılırdı bu 3 qolu. Ama sonradan Ivanoviç'in 35. dəqiqədə fərqlənməsi, 34-cü dəqiqədə fərqlənməsi, intriqanın ölməsinin qarşısını aldı və hər halda buna ümid edirik. Birincisinə görə necə futbolun şahid olacaq? Elvin Yunuszadə, Adam Hüseynov, Diniyev, futbolçu Diniyev, çünki hakim də, Ramil Diniyev də bu soyadı daşıyır. Tatu'dan yaxşı ötürmə Ivanoviç'in hərəkəti istiqamətinə, onun hərəkəti qarşısına vaxt itirdi. Ivanoviç geriyə Tatu ilə məcbur qaldı və onun zərbəsi dəqiq deyil. Yine çox gözəl görmüşdü boşluğu İspaniyalı futbolçu. Topu orada göndərmişdi, amma Ivanoviç'in sürəti çatmadı ki, aralansın müdafiəçilərdən və zərbə mövqeyinə çıxsın. Meydançanın görünmə qabiliyyəti yüksək səviyyədədir Luis Alberto Diaz. Evet, qısaca Tatu. Armenteros mübarizə apardı Sadiq Quliyevlə. İndi Qarabağda qalır yenə Elvin Yunuszadə. Çumbinyo meydan mərkəzində boşdur sağda. Əlhərbiyə. Arasında Şamanayev var. Əlhərbi keçir onu. İvan Qurbanov dəstəyi verdi cərimə meydançasında. Ivanoviç qarşılayır. Daha sonra izləyir Əlhərbi. Çumbinyoya o yenə təkdi. Elvin Məmmədov. Agolli. Sağdan sola inkişaf elədi hücum. Çox irəliləmək mümkün olmadı burada və yenidən geriyə. Almeida, Çumbinyo. Yeni Almeida. Diniyev. Elvin Məmmədov topu oyundan kənar vəziyyətdə qəbul elədi. 50-ci dəqiqəsində Qarabağın ilk ofsaydıdır bu. Tərzin Cahangirov. Bakoy. Sadiq Quliyev. Çıxdı müdafiədən Sadiq. 1995-ci il təvəllüdlüdür. Limitə uyğun gələn stadiyette yeganə futbolçudur Sadiq. O mövsümün əvvəlindən də əsas heyətdə yerini bərkilib. Almeida, Armenteros istiqamətinə zərbə vurmağa lazım. İmkan tapdı Samuel. Amma Nəzirovun qucağına top getdi. Kırneta ilə mübarizədə zərbəsi. Nəzirov yerindədir. Şamanayev. Ivanoviç. Möllez apardı Elvin'i. Ivanoviç'in açılması şəraiti yaradır. Burada hücumu davamını getirmək mümkün olmur. Bakoy. Saxlayarkən Seyf. Çumbinyo öhdəsini qoydu. Mövqeyini utdu. Eljadoui. Hərbi Eljadoui. Yine Çumbinyo'ya. Ortadan Almeida açılıb Çumbinyo diagonal vermək qərarına gəlir. Çinezimba iki həmlədə topu göndərir Anar Nəzirova. Elə özü də hücuma başlayacaq.
Sən vətəni Bakoy ilə oynadı o Tatoya. Möylens yeni Bakoy. Banın son 20 saniyede ikinci ötürmə səhvi. İlqar Qurbanov. Sadə. Elçə Doyi. Basit müdafiə olunur. Zirə bu ifadə, yəni sadəcə mövqeləri bağlamaqla məşğullar futbolçular. İndi yalnız Almeydan pressing altına salırlar və 2 nəfəri top almağı bacardılar. 3'e 2 çıxmaq şansı var. Bakoy Müllens istiqamətində ikinci qolu vurmaq olar, amma Müllens düşünənə qədər, qərar verənə qədər İlqar Qurbanov gəldi, topu onun ayağından çıxardı. Çox gec düşündü. Uzun düşündü və günahkar elə özüdür. Richard. Şumbiyo. Braziliyalılar ona Şumbiyo deyirlər. Həmçinin Richard'da da Richard. İndi Armenteros'un ötürməsindən sonra top bəli hərbiyə düşsəydi fərq arta bilərdi, amma o şəkilini sevmir hücum. İndi Zirənin növbəsidir. Tərzin Cahangirov Kırnetaya. Ba. Sadek Kuliyev. Herkese kadar çıktılar. Çevirme imkanı vermedi İlqar. Tatu yenə də müdafiəçilər arasından bu dəfə qoşulan Şemanayev və çox gözəl ötürmələr verir Tatu. Şemanayev gəlməyəcək sərt ötürmə orada. Heç kim qapıya bilmir bu ötürməni. Orta ündürlükdə göndərdi Şemanayev topu. Kiminsə başını qoyacaq ümidiyle heç kim qoya bilmədi o başı. İlqar Qurbanov isə deyəsən zədələnib. Hər halda bütün xarici görünüşü məhz bundan xəbər verir. Ramil Diniyev və həkimlərin meydançaya daxil olmasına icazə verdi. Zədələnərsə müdafiənin sağında problemlər yaşaya bilər Qarabağ. Çünki Maksim Medvedev yoxdur. Stadionda Fenerbahçe azarkeşləri də var. Yəni Sağcılar müdafiəçisi ilə bağlı fikirlərinci atdırıb. Bəli, oradan işarə oldu ki, İlqar Qurbanov deyəsən oyunu davam etdirə bilmir. Ehtiyatda Fərhad Vəliyev, Lenaşov, İlqar Mustafayev, Miguel Madeira və yaxud Miçin, Ərfan İsmailov, Vladimir Dimitrovski, Raydel Popov və Mahir Mədətov var. Amma əvvəlcə hələ Zirədə oyuncu dəyişikliyi olacaq. 54-cü dəqiqənin tamamında Real Müniz yerini Nelson Bonilla'ya verir. Mövqe üzrə dəyişikliyi mərkəz hücumçusunun mərkəz hücumçusu əvəzləyir və Salvador Nelson Bonilla qalan 35 dəqiqədən və hakimlər verəcək dəqiqələrdə mübarizə aparacaq onun xəttə. Ötən tur Neftçi ilə görüşdə Zirə karyerasında ilk qola imza atmışdı Salvadorlu futbolçu. Bakoy mübarizə aparır, qaydanı pozur. İtirazı bəhrə vermədi. İlqar Mustafayev hazırlaşır Qarabağda. Ya özü müdafiənin sağında yer tutacaq, ya orta xəttə gedəcək və oradan kimsə İlqar Qurbanovun mövqeyini yollanacaq. Hər necə olsa qərar veriləcək indi. Baxaq, hadisələrə qabaqlamayaq. Şeyiç göndərir topu mübarizədən. Qalib ayrılsa da top Qarabağda qaldı. Yunus Sadə, Diniyev. Coşqun Diniyev. Özaq ətrafında fırlandı. Müsaadəyə. Özü də qəbul edir topu Coşqun. Atı qaydan pozdu. Dəqiqələrdə Qarabağ hələ ki 10 nəfərlə mübarizə aparır. İlqar Qurbanov zədələnib meydançanı tərk elədi. Davi Hüseynov. Yenə Bədavi.
Hərbi bütün günahı hələ ki bu dəqiqələrdə bağlayıb. Ötürməsi dəqiq deyil. Bakoy da öz növbəsində səhv yol verdi. Qarabağ Zirə 3-1, 57-ci dəqiqə gedir. Liderlə 3-cü pillənin sahibi görüşür. Və hələ ki həmin liderin qələbəsi var. Üstünlüyü var hesabda. Mədavi Hüseynov. Agoli. Diniyev. Armenteros düşüb geriyə top orada qəbul eləmək üçün. Almeida, Diniyev. Armenteros orada təklif elədi özünü. Sağdan Əl-Hərbi var. Bu dəfə bir qədər yaxında qayda pozuldu Kırneta İlver Məmmədova qarşı və oyuncu dəyişikliyi Vüqar Qurbanovu Vüqar Mustafayev əvəzləyir. Baxaq, görək hara gedəcək Vüqar. Müdafiənin sağına. Dayaq, yəni müdafiəçisi nominal olaraq Qarabağda bu mövqedə oynayırdı. 21 yaşındakı Olcan ibarət ilk komandamızda da bu mövqedə oynayır. Amma indi məcburiyyətdən yanğın söndürən funksiyalarını yerinə yetirəcək. Müdafiənin sağını bağlamalıdır Vüqar. Çox təəssüflər olsun ki, dodaqdan oxuya bilməyə qabiliyyətim yoxdur. Yoxsa mütləq onların nə müzakirə etdiyini çatdırardım sizə. Coşqunun zərbəsi Bakoydan qayıdır. Hərbi yerə yıxıldı. Şimanayev elə bunu gözləyirdi ki, top ayağından vurub çıxarsın. Özü də out qazandı. Bakoy. Kırneta. Baya. Bonilya özünü təklif elədi, topu götürdü. Bir toxunuşla Rəşad Abdullayev və Tatu yanında. Sağda yenə Bonilya var. Həmçinin Bada gəlib bura. Oynayır. Yenidən bir toxunuşla Tatu topu havalandırdı. Orada Yunus Sayda ilə Şehiç bir-birlərini çox gözəl alındılar. Vüqar Mustafayev. Mədavi Hüseynov. Çummiyo. Məmmədov. Zin. Kırneta. Viktor Bakoy hələ ki meydan mərkəzində ötürmələr görürük. Zirədə irəli çıxmaq cəhdləri var, amma boş oyuncu yoxdur. Problem budur. Boş zonada yoxdur. Hər kəs müdafiədə iştirak edir Qarabağda. İndi Armenteros yalnız mərkəzə düşüb. Oradan qayıdan topu gözləyir. Ba. Agoli pressing elədi, topu aldı. Oyundan üstünə cərimə zərbəsi o yoxdur. Burada da qayda pozuntusu yoxdur. Kırneta dolaşdı ayağına. Zirə hücumda sağdan Ba. İki xəttin arasında Tatu top açılır. Topu qəbul edir. Bir toxunuşla orada hücumçular istiqamətinə Əl-Hərbi Eljadoyu risk eləmədən topu meydançanı çıxardı. Özünü yetirmişdi Aleksandr Şimanayev o mövqeyə. Birinci dəqiqə Qarabağ Zirə Suraxanı Tofiq İsmailov adına stadionda Topaz Liqasının 8-ci turunun qarşılaşması. İkisi də Samir Armenteros'un dublu və Rəşad Almeida'nın qoluyla Qarabağ hesabda 3-1 öndədir. Qonaqlarının yeganə topunu İqor İvanoviç Qarabağın qapısından keçirib. Fərq azaltmaq cəhdləri Zirədən. Şimanayev sol cinahdan out. İvanoviç mübarizə apardı Bonilya. Koydu gövdəsini, topu saxladı Bakoy. Rəşad Abdullayev. Bir qədər uzun düşdü top. Rəşad topu saxlaya bilmiş.
temp düşdü. Birincisi daha templi keçirdi. Qayda pozisyon. Qarabağlı oyuncu tərəf. Marinaldo Cicero. Yaxud Çumbiyo. Yaxşı maç keçirir. İki məhsuldar ötürmənin müəllifidir. Orta xəttə hərəkətlidir. Müdafiəyə kömək eləyir. Boş zonalara topu futbolçuların hərəkət istiqamətindən göndərir. İndi Tatuda təxminən eyni funksiyaları zirədə o yerinə yetirir. Onda da pis alınmır. İndi ötürməsi dəqiq alınmadı. Burada təmizləməyə çalışır, alınmır. Elvin Məmmədov iki nəfərin arasında girdi. Kinezimba yarımçıq qalan işini gəldi, bitirdi. Sadek Qoyev. Onunla başlayacaq zirə hücum. Əzin Cahangirov. Tatu. Richard. Armenteros'a, Krneta. Vaxtında müdaxilə, amma top yenidən Qarabağda qalır. Armenteros yıxılmadı, amma qayda pozuntusunu Amil Diniyev qeydə aldı birinci epizodda. Kinezimbanın arxadan müdaxiləsinə görə. Bax, burada qaydanı pozmuşdu Nigeriyalı müdafiəçi. Sadəcə top Armenteros'da qaldığına görə əvvəlcə Amil Diniyev pauza verdi. Sonra isə onun itdiyini görüb oyunu saxladı. İşarə gəldi Çumbinyo. Hara göndərəcək topu? Mərkəzlə Bədavi istiqamətə. Orada Anar Nəzirov yumruqları müdaxilə edir. Əvvəlcədən ora gələn göndərilən topları qarşılamaq çox çətindir. Top uzaqlaşan trayektoriyalə hərəkət edir. Yəni, qarşısında almaq qapıcı üçün onu belə tam fiks eləmək, götürmək çox çətin olur. İndi Arman Cüməl Hərbi Almeidaya sol ayaqlan zərbələri var, onu da göstərir. Bir dəfə dəqiq alınmadı Richard'da. Krneta. Hücuma çıxarkən zirə futbolçularının səhvləri var. Krneta'nın hücumun ilk götürməsi Krneta'dan gəlməliydi. Dəqiq olmalıdır əslində, amma olmadı və top Qarabağdadır. Agolli. Məmmədov. Cinahda oynamaq Elvinin imkanlarını məhdudlaşdırır. Amma Qarabağda məhz onu cinahda oynadılar. Bir neçə yerdir ki, müxtəlif klublarda da məsələn həmin mövqedə mübarizə aparır Elvin. Sağ cinahdan Vüqar Mustafayev türməsinin verdi açıldı. Əl Hərbi topunu qaytarmaq fikrindən daşındı. Almeida. Agolli. Diniyev. Əl Hərbi mərkəzə doğru hərəkət elədi. Oradan Diniyevdən ötürmə gözləsə də top zirədə qalır. Ribakovi. Piyada hərəkət edir futbolçular. İlkin aşağı düşməsinə məhz bu səbəb olur. Tatunun növbət ötürməsi. Hakim Azər Əskərov bayrağını qaldırmışdı. Və Ramil Diniyev də bunu qeydə aldı oyundan kənar vəziyyəti. Bonilya onu yaxaladı və zirə niyyətində oyuncu dəyişikliyi kapitan Rəşad Abdullayev meydançanı tərk edir. Onu 28 nömrəli futbolçu Təmkin Xəlilzadə əvəzləyir. Bu da mövqe üzrə dəyişikliyi. Kapitan sarğısı isə əldən elə gəzir. Yəqin ki, Aleksandr Şamanayevə veriləcək. Topla olan Sadek Quliyev. Estafet
qaçışçıları kimi kapitan sarğısını əlində gəzdirir. Gözləyir ki, pauza olsun və onu komanda yoldaşına düşsün. Krneta. Bakoy. Yenə Viktor Bakoy. Birinci hissədə Zirən daha çox sol cinahı fəal idisə, ikinci hissədə sağ. Əslində birinci də gol elə sağdan gəldi. Burada Almeydaya qarşı qaydanı pozulur. Bakoy, Ramil Diniyevə elə baxdı ki, sanki ümumiyyətlə futbolda qayda pozuntularının olduğunu birinci dəfədir öyrənir. Sarı vərəqəsini aldı. Perspektivli hücumun qarşısını rəqibi dartmaq, çəkməklə almağa görə. Birincisi də Samuel Armenterası göstərmişdi simulyasiyaya görə, bu da ikinci sarı vərəqə. Coşkun risk elədi, amma burada vəziyyətdən çıxmağı bacarır. Agolli. Çox hündür oynayır Zirən müdafiəsi bu dəqiqələrdə. Qarabağın hücumçular da məcbur edirlər. Biraz geriyə düşüb komandanın müdafiəni çəkirlər özləri ilə. İvan çötürməsi dəqiq deyil. Vüqar Mustafayev. Bonilya çevirilərsə təhlükə ala bilər. Çevrilə bilmədi. Tək hücum Qarabağdan alına bilər. Çumbinho. Sağda Armenteras var. Başını qaldırdı. Brazilya oraya baxdı. Türmə vermək istəyərkən Təmkin Xalizadə qaydanı pozur. Və oyuncu dəyişikliyi. Marinaldo Cicero, Çumbinho meydançanı tərk edir. Layiq olduğu alqışları da alır. Azarkeşlərdən də, komanda yoldaşlarından da zədədən qaydandan sonra yaxşı maç keçirdi Çumbinho və Qarabağa bu mövsümə çox kömək eləyəcək bir futbolçu. 2 məhsullar ötürmən müəllifi və onu Mitchell əvəz edir. Miguel Marcos Madeira. 29 yaşlı İspanyalı futbolçu Qarabağa Maccabi Hayfa'dan gəlib. İspanya Ligasında oynayıb. Xettafe'nin şərəfini qoruyub 3 mövsüm. Sporting Gijon'da, ondan əvvəl Birmingham City'də. Yəni, çox yaxşı karyerə malik futbolçudur. Michel orta xəttdə oynayacaq. Almeida bir qədər önə, elə Çumbinho mövqeyinə keçdi. Michel isə box to box, yəni cərimə meydançasından cərimə meydançasına oynayacaq. Oyundan kənar vəziyyətdə idi Samuel Armenteras. Zirə başlayır. Tərzində Cahangirov. Bonilya. Səhv, amma yenə top zirədədir. Ivanovic. Mitchell. Mustafayev. Mitchell ətrafında 2 nəfər var idi. Çıxdığı vəziyyətdən. Diniyev. 70-ci dəqiqə bitdi, 71-ci dəqiqə başladı. Vaxt gedir, Zirə üçün əriyir. Məğlubiyyətdən qaçmaq üçün 2 top vurmaq lazımdır, amma heç 2 topdan birinə belə yaxın ola bilməyib Zirə ikinci hissədə. Mitchell cinahı dəyişmək, cəhdi ötürmə dəqiq deyil Tərzin Cahangirov. Şemanayev, Tatu. Bonilya'ya qayda pozuntusu Elvin Yunuszade'dən. Tez başladı Zirə. Bonilya zərbə mövqeyinə çıxmalı çalışır. Cərimə daxil olur. Yuqarı keçdi. Mitchell də keçdi. Ötürməsini də verdi. Viktor Bakoy uzaqdan zərbə top qapının yanından keçir.
vəziyyətdə nəzarət edirdi. Ən azından mənə belə gəldi İbrahim Şeyhiç, amma yenə də zərbə həyəcanlandırmamış deyil. Baxaq, saxlamadan Viktor zərbə indirir. Və Viktor'ın təəssüf anları. Mustafayev Şeyhiç'e, Bonilya sıçdırır onu. Şeyhiç ötürdü. Şemanayev'dən müdaxilə. Anar Nəzirova qədər top gəlib çatır. İkinci turun qarşılaşmasında tura dönən Rəvan Kəpəz oyununa start verildi. Qonaqları 2-0 qələbə qazandılar. Emin Quliyevin istifası ilə nəticələndi. Rəvanın baş məşqçisi onu Bəhmən Həsənov əvəzləyəcək. Bu postda bugün Neftçi Qəbələ görüşündə yenə hər iki maç CBC Sportda canlı yayımlanırdı. Qonaqlar sonuncu dəqiqədə Aleksandr Antonovun qolu ilə 1-0 qalib gəldilər və müvəqqəti də olsa turnir cədvəlində birinci pilləyə yüksəldilər. Oyundan sonra Neftçinin baş məşqçisi Samir Əliyev istifaya gedəcəyini açıqladı. Artıq 2 məşqçi istifası bir turda birdən. Bu oyunda komandalar hər ikisi məşqçi istifasından, yəni mümkün potensial məşqçi istifasından uzaqdılar. Yəni biz əlbəttə bu mövsüm məğlub olmayıb və hətta xəyal eləsək ki, bu görüşdə uzacaq. Birinci məğlubiyyətə görə heç kim Adil Şükürova gözünün üstündə qaşın var deməyəcək əlbəttə. Qarabağın üstünlüyü var, Adil Şükürov. Arxa fonda isə Ayxan Abbasov. Qarabağa uzun müddət futbolçu kimi, sonra məşqçi kimi xidmət eləmiş şəxs. Bugünün sonuncu oyunudur. Sabah da iki qarşılaşma saat 6-da Lənkəranda Xəzər Lənkəran Azal və saat 8-də Sumqayıtda Sumqayıt Inter. Axşam saat hər ikisi CBC Sportun efirində olacaq. İndiago ilə cəmiyyətə daxil olmağa çalışır. Bao'nun bu istəyinin qarşısını aldı. Təbkin Xəlizadə Bonilya çevrilir. Tatu. Texnikaya malik oyuncudur və bunu hər hərəkətdə, hər vəcdə göstərməyə çalışır. Çox ağıllı ötürmələri var. Tatoy. Bu dəfə sağa, Təmkin Xəlilzadə. Təmkin sol ayaqla. Oradan zərbəcə cəhdi, top qapının üstündən keçir. İkinci nişan almışdı. Eşitdiyiniz bu alqışlar isə Samuel Armenterosun ünvanınadır. Bu maçda 2 gol vuran forward yerini 75-ci dəqiqədə Raydel Pupona verir. Qarabağda sonuncu dəyişikliydi bu. Vüqar Mustafayev, Vüqar Qurbanovu, Michel Çumbinyo'nu, Pupon isə Armenteros əvəzləyib. Zirə 2 dəyişiklik eləyib. Bonilya Mölensin, Təmkin Xəlzadə Zərşid Abdullayevin əvəzinə meydançıya daxil olub. Daha bir haqqı var Adil Şükürovun. Sadiq Quliyev. Cahangirov. İvekoyi. Təmkin Xəlzadə Agollini apardı. Manun açılması şərait yaradır. Manun ötürmə sonra top Şemanayevin qarşısına qalır, amma hakim bildirir ki, Bonilya itələmişdir rəqibini. Maç başlanandan sonra əlbəttə heç yerə ayrılmırsınız. Ənənəv olaraq flash müsahibələrimiz olacaq maç bitəndən sonra və həmkarım Səmrə Əliyevə oyunun iştirakçılarından, qəhrəmanlarından, hər iki komandanın baş məşqçisindən müsahibə eləməyə çalışacaq. Topu dəyişdilər. Amil Diniyev də özü yoxladı ki, topun havası lazımi səviyyədədir.
Son 14, maksimum 15, belki de 16-17 dəqiqə zirədə 2 toplu fərqi aradan qaldırmaq üçün. On 14, 15, 16, 17 hakimin qərarından asıdır. Hər necə olsa vaxt gedir. Bonilla. Tato. Davi Hüseynov. Michel. Orta və uzaq məsafəyə yaxşı ötürmə qabiliyyəti olduğunu da Michel bu ötürməyini göstərdi. Debütünü səhv eləmirəmsə Londonda Tottenham'la maçda eləmişdi. Michel ikincisini meydançaya daxil olmuşdu. Almeida təkdir sağda. Vüqar Mustafayev mi? Yox, Elvin Məmmədovdur əlbəttə. Şəmənayevi keçir, amma Sadiq Quliyev sığortaladı komanda yoldaşlarını, komanda yoldaşını. Quliyev. Agoli. Hərbi. Cinahlar dəyişiblər Elvin Məmmədovlar. Hələ bir özü irəliyir. Qırneta, ötürmə dəqiqi deyil. Ba. Tərsin Cahangirov. Biraz cəld oynamalıdır zirə. Eğer 3-1 hesabına razı değilsə. Tamam eminəm ki razı değil. Qayda pozisyon yoxdur Cahangirov. Xəlilzadəyə qısa düşdü. Agolli. Baldılar. Mustafayev'in karşısında boş arazi var. O ise Pupunu fikirləşdi. Pupunun fikri başqaydı. Tato. Bonilla. Geri düşüb top alır. Burada da səhv Qarabağlı oyunculardan. Ba. Diniyev. Mustafayev. Tato. Bakoyi. Bonilla. Təmkin Xəlilzadə. Tato gözləmədi. Daha doğrusu təmkini gözləmədi Tato'dan oraya ötürməni. Son dəqiqə Qarabağ zirə görüşündə. İnamla bu dəqiqələrdə Qarabağ mövsümdə artıq 6-cı qələbəsinə yaxınlaşır. Liderliyi də qaytarmaq. Qırneta sağa. Təmkin Xəlilzadə. Bakoy. Geçti Bədavini. Türmə verməyə çalışır. Bədavi 2 həmlədə topu Bakoyun ayağına vurub çıxardı. Almeida. Coşqun Diniyev dəstək verdi. Topu aldı Elvin Məmmədov. Çox məhsulda ilk 35 dəqiqə və quru qalan 45. Bu dəqiqəyə qədər.
Şötürmə Pupondan El Hərbiyə. Anar Nəzirov xilas edir Zirəni 4-cü goldan. Hücum davam edəcək. İkinci əmlə Elvin Məmmədovdan gələcək. Şəmənayev də keçdi. Cahangirov da keçdi. Sadiq Quliyev onu yerdə qoyur və cərimə zərbəsi 11 metrlik nöqtədən. Hakim penalti işarəsi verdi. Ona qədər oyuncu dəyişikliyi olacaq. Hacı Əhmədov meydançaya daxil olacaq. Qarabağdan icarədə olan futbolçu Luis Alberto Diezi Tatunu əvəzləyir. Hazırda indi Bayla digər futbolçular Ramil Diliyevin yanına gəliblər ki, penalti qərarını müzakirə çıxarsınlar. Qərar dəyişmir. 11 metrlik cərimə zərbəsi və dəyişiklik işarəsini verib Ramil Diliyev. Görək Zirə bunu yerinə yetirəcəkmi, yoxsa zərbədən sonra bu olacaq? Tato meydançından heç cür çıxmaq istəmir. Hər halda onu toplaşıb birgə fikrindən daşırlar və Tato yerini Hacı Əhmədova verir. Top 11 metrlik nöqtədə Richard Almeida onun yanında. Dublə çox yaxındır. Richard onun penalti qaçırdığını sonuncu dəfə nə zaman olduğunu xatırlamıram. Burada Neftçiyə fərqlənmişdi. Penaltidən qol vurmuşdu Neftçiyə qarşılaşmada və hesabı 4-1. Richard Almeida 83-cü dəqiqədə Qarabağın 4-cü qolunun müəllifidir və yenə el ünvana göndərilən işarə. Burada ayağına müdaxilə Sadiq Quliyevdən İlvin Məmmədovun. Topla qapçı ayrı-ayrı səmtlərə istiqamətləndilər. Richard Almeida bu qolla bombardirlər siyahısında birinci pilləyə yüksəlir. Onun mövsümdə 5-ci qoludur. Bu artıq maçın talihinin həll olunması deməkdir. 3-1-də də Zirənin fərqi aradan qaldıracağına ümidləri inam o qədər də böyük deyildi. 4-1 isə qalan 7-8 dəqiqədə aradan qaldırmaq mümkünsüz bir vəzifə kimi görünür. Amma futbol mümkünsüzləri mümkün edən bir oyun. Ona görə biraz tələsməyək bəlkə də. Ivanoviç. Bakoy topa çatacaq mı? Çatır. Xəlilzadə. Hacı Əhmədov. Ərzindən cərimə meydançasında orada heç kim Bakoyu müdaxilə edə bilmədi. Təbrik elədi Hacı Almeidanı. Geçmiş komanda yoldaşlarıdır ama Hər necə olur olsun, əlbəttə futbolda qalib də var, məğlub da var. Bu oyunun ayrılmaz hissəsi keçiş olan anları əlbəttə istisna eləsək. Amma futbolçuların bir-birinə qarşı centilmen sayağı hərəkətləri, xoşməramlılıq çox gözəldir. Musadə göndərdi top irəli, o da Kırnetanın nəzarətindədir o. Hacı Əhmədovdan Viktor Bakoy istiqamətində bir qədər önə çıxıb. Viktor artıq son dəqiqələri hücuma meyilli futbolçu kimi keçirəcək. Hücumçunun arxasında oynuyor. Burada da mübarizə out qazandırdı komandasına. Kırneta, Sadiq Quliyev. 9-cu turun oyunları gələn həftə oktyabrın 24-ü və 25-də keçiriləcək. Hələ ki Peşkar Futbol Liqasının rəsmi təqvimində bu rəqəmlər, bu tarixlər qeyd olunub. Ola bilər ki,
Maçların yayımı ilə qədər olaraq və digər hallarla əlaqədar vaxtlarda dəyişiklik olsun, amma 9-cu turda Zirə Qəbələ səfərinə çıxacaq. İndi bu hücuma baxaq, gün zərbəsi ilə bitdimi? Bəli. Zirə Qəbələ səfərinə çıxacaq. Qarabağ isə Sumqayıtda yerli komanda ilə görüşəcək. Birinci dövrənin sonuncu turunun qarşılaşmalarında həmçinin Azal, Neftçi, Kəpəz, Xəzər, Lənkəran və Inter Rəhman oyunları var. İvanoviç gün zərbəsini vuracaq. Mərkəzinə doğru orada Sadiq Quliyev mübarizə apardı. Amal şəkildə təmkinin sol ayaqla daha bir zərbəsi müdafiəçilərdən dönür. Agolli təhlükəni sovuşdurur. Mitchell istiqamətinə. Pupon ortada boşdur. Mitchell çətinliyi də olsa topuna göndərməyə çalışır. Pupon mübarizə aparır. Oyundan kənar vəziyyətdə idi buna qədər Raydel Pupon. Toray sabah yekun vurulacaq. 8-ci turdan söhbət gedir. Xəzər Lənkəran Azal və saat 6-da və Sumqayıt Inter görüşləri ilə iki qarşılaşma və ümumiyyətlə milli çempionatın oyunlarını CBC Sportda axtarın. Bu elanı nəzərinizə çatdırım ki, oyun bitəndən sonra heç yerə ayrılmırsınız. Məşqçilərin və futbolçuların müsahibəsini izləyərsiniz. Səmra Əliyeva həmkarım artıq öz mövqeyini tutub və maçın bitməsini gözləyir. Zirənin heç olmasa fərqi biraz azaltmaq cəhdləri Bonilya tək başına mübarizə apardı. Şimanayev. İvanoviç ötürmək keçmədi. Tur məğlubiyyətsizlikdən sonra ilk məğlubiyyət o da belə ağır. 4-1. Ümumiyyətlə 2-7 turda buraxdığı qollarından 2 dəfə çox qol buraxdı bir oyun ərzində Zirə. Hacı Əhmədov. Məsələn keçmir, amma Tərzin Cahangirovdadır top. Şəmanayev orada. Onu ilə yaxınlaşır Şəmanayevə ötürmək istəyir. Aleksandr özü sol cinahdan yenidən ora gələn Tərzini göndərir topu. Onun ötürməsi qarşılayırlar. Meyda. Sürətli çıxdı Qarabağ. Əlcidoyi sol cinahda topu attı. Krnetanın yanından sürəti ilə keçməyə çalışır. Serbiyalı müdafiəçi etibarlı oynadı. Lənkəran vəziyyəti yoxdur. İvanoviç qaça-qaça yana hakimə baxdı. Gördü ki, düzgün vəziyyətdən ötürməsini verir. Şeyhiçdən. Bir qədər inamsız burada çıxış. Şibakoy qapaya bilmədi bu ötürməni. 90-cı dəqiqədə o vura bilərdi Zirə, diqqət yetirək. Şeyhiç müvazinətini itirdi topa baxarkən. Şibakoy çata bilmir. Çatsa da onu topu qapıya göndərə bilmir. Çox gözəl görüntülər Zirəli futbolcudan. Cahangirov. Tərzin Cahangirov orada topla davrandı. Verdi rəqibinə demək olar ki, Pupon özü ötürmə verməyəcək. Özü gedir. İndi Mitchell'ə biraz gec, amma oyundan kənarı vəziyyətdə olan Mitchell etirazını bildirir Pupon'a ki, vaxtında vermək lazım idi. Oyundan kənar vəziyyətin xəyali xətti düz elə Cənubi əsasın xəttidir. Ağladı. Bax. Mitchell'dən başla geriyə və Yunuszadə oradan da Şeyhiçə. 90 dəqiqə bitdi, əlavə edilmiş dəqiqələr başlayır. Mitchell, Yunuszadə. Vaxtına 3 dəqiqə əlavə olunub. Artıq birincisi başa çatdı. Qarabağı
Qələbədən ayrılan 2 dəqiqə var. İndi Bakoyi, Bonilya. İvanoviç gəlmişdi cərimə meydançasına. Bonilya ötürmə vermədi. Topu da itirdi. Michel. Meyda. Yev Almeyda orada bir üçbucaq yaratdılar. Dərzin Cankirov müdaxilədə bu üçbucağa topu aldı. Zərbə cəhdi. Müdafiəçilərdən qayıdır. Ba. Hacı Əhmədov. Ba. Bakoyi. Fəallıq ilə seçildi futbolçu oyunda, amma effektiv olmadı bu fəallıq. Təbii Xəlilzadə. Qapıya paralel ötürmə orada. Şümanayev çatacaq topa, amma Azir Əsgərov xətt hakimi oyundan kənar vəziyyətli işarə verdi. Tanış olun, Yamanın, Zirənin kapitanı Aleksandr Şümanayev. Əgər kimsə tanımırdısa. Qarabağ 8-ci turda 6-cı qələbəsini qazanır. Xalını 20-yə yüksəldir və liderliyi bərpa edir. O liderliyi bugün Neftçinin, Qəbələnin Neftçi ilə görüşdə qazandığı qələbədən sonra bu oyuna qədər əlindən çıxmışdı. İkinci yerdə Qəbələ 19 xalla, Zirə 15 xalla 3-cü yerdə qalır, amma bu da müvəqqət ola bilər. Çünki Inter sabah oyunu var. Qalib gələrsə Inter xalını 16-ya yüksələcək və 3-cü yerə qalxacaq. Hərbi Cədoi. Golli. Michel. Maçı yavaş-yavaş futbolçular bitirirlər, amma final fitini məhz bu şəxs verir. Ramil Diniyevin final fiti Qarabağın Zirə üzərində böyük hesablı, 4-1 hesablı qələbəsini rəsmiləşdirir. Lider öz mövqeyini qorudu. Məşqçilər Adil Şükürovdan Qurban Qurbanova təbriklər. Zirə mübarizə apardı, amma mənə gəlir ki, bu oyunda hər halda tam optimal heyətlə oynaması da Qarabağın ayrı-ayrı futbolçularını və mütləq komanda olaraq ustalıq səviyyəsi öz sözünü dedi. 3 qol artıq ilk 20-25 dəqiqədə vurulmuşdu. Artıq o an Zirə şoka düşmüşdü. Bir qol fərqi azaltmaq, sonradan hesabı bərabərləşdirmək cəhdləri nəticə verməyincə ikinci hissədə Richard Almeydanın dublunu rəsmiləşdirməsi və Qarabağın 4-1 hesablı qələbəsi. Onların müəllifləri Samuel Armenteras 2 qol, Richard Almeyda 2 qol və Qarabağdan da bax bu futbolçu Igor Ivanoviç yeganə, Zirədən də bax bu futbolçu Igor Ivanoviç yeganə qolun müəllifi oldu. Bizim reportajımız davam edir. Müsahibələr olacaq. Mən Səmra əgər hazırsa, mən sözü Səmraya buraxıram. Buyur Səmra. Bəli Rüstəm, bugün çox maraqlı maç izlədi. Qarabağ ilk dəfə öz yeni stadionunda qalib gəldi. Xatırlayırsansa Xəzər Lənkəran Neftçi ilə maçda üzr istəyirəm, heç-heçə qeydə alınmışdı, amma bugün ilk dəfə qalib gəldi və hazırda Qarabağın bugün qalib baş məşqçisi Qurban Qurbanov yanımdadır. Qurban müəllim, oyunu necə dəyərləndirərdiniz? Oyun əlbəttə ki, meydana işğal üçün çıxmışdı və şükürlər olsun Allaha, hər şey düşündüyümüz kimi alındı. Amma ilk növbədə mən Zirə komandasına uğurlar arzulamaq istəyirəm. Həqiqətən çox gözəl kollektiv formalaşdırıblar və çox istəkli bir komandadır. Baxmayaraq ki, hesab 4-1 oldu, amma ümumi qolların sayına baxsaq, standart vəziyyətlərdən daha çox qollar oldu. Buna görə heç də asan oyun olmadı bizim üçün və xeyli sayda təhlükəli vəziyyət yaratdılar bizim qapıda. Amma belə düşünürəm ki, həqiqətən yaxşı atmosferdə yaxşı oyun alındı. Belə azarkeşlər üçün maraqlı, çünki çox qollu qol alındı, çox qollu oyun alındı. Belə düşünürəm ki, hər birimiz razı qaldıq. Düşünürəm ki, mən də Qarabağ azarkeşlərini hazırda maraqlandıran bir sual var. İlqar Qurbanovun vəziyyəti necədir? Bir xəbəriniz varmı? Əfsuslar olsun ki, bir şey deyə bilməyəcəm, çünki hələ özünün də məlumatı yoxdur, amma yəqin ki, əzələsində problem olacaq. Yəni, az bir vaxtda ən azından yəqin bir həftə 10 gün sıradan çıxdı. Və daha bir sual Avropa Liqası ilə bağlıdır. Bilirik, Monakoda təxminən 4-5 gün sonra Fransada Qarabağ mübarizə aparacaq Monakoya qarşı. Hazırlıq necə gedir Reynaldonun yoxluğunda və bugün Qara Qarayev, Əfran İsmailov, Rəşad Sadıqov sanki onları elə bil həmin maçça saxlamışdınız.
Milli komandanın oyuncuları ümumiyyətcə biraz çox yüklənmişdilər. Yəni 2 oyun demək olar ki 3 gün içində oynadılar və onların istirahətə ehtiyacı var idi. Amma belə hal-hazırda elə bir perioddur ki, yəni hansı ki bu mikrozədələrin çox olan vaxtıdır. Çünki komandaların hal-hazırda biraz yüklənmə vaxtıdır. Həm Avropa oyunları, həm milli komanda, həm çempionat oyunları. Ona görə biraz yəni bu zədələrə demək olar ki hazır idik. Bunu gözləyirdik belə. Yenə əlimizdə olan futbolçulardan çalışacağıq ki, indidən sonra, bugündən sonra tam oturub Monaco ilə oyuna hazırlaşaq və hansı heyətdə çıxacağıq, nə cür oyun quracağıq. Yəni bu bir neçə gün ərzində düşünürəm tam yəni qaydasına salacağıq və belə ayın 20-sində inşallah çıxırıq səfərə və belə çalışacağıq ən düzünü, ən doğrusunu etməyə. Uğurlar arzulayırıq sizə Qurban müəllim. Rüstəm Qarabağın baş məşqçisi Qurban Qurbanov idi hazırda yanımda. Müsahibələrimiz davam eləyəcək. Hələlik söz səndədir. Təşəkkürlər Səmra, Qurban Qurbanov fikirlərini dinlədik, həmçinin izlədik. Bu oyunun statistik göstəriciləridir. 6 zərbədən 4-ü qol oldu. Yəni çərçivəyə düşən zərbədən 4-ünü Qarabağ qola çevirdi. 2 dəfə Armenteros, 2 dəfə Almeida fərqləndilər. Zirə 3 zərbədən çərçivəyə biri qolla nəticələndi İvanoviçin ifasında. 4 dəfə Qarabağ gün zərbəsi, 2 dəfə Zirə yerinə yetirir. 4 və 6 dəfə bu oyundan kənar vəziyyətlərin sayıdır. Qayda pozuntuları xüsusilə ikinci hissədə çoxaldı. Zirənin ifasında gördük 17-10 ümumilikdə onlar daha çox qaydan pozdular. Hər iki tərəfdən bir futbolçu sarı qaldı. Qarabağda Samuel Armenteros, Zirədə Viktor Ibakoyev və topa nəzarət birinci hissədəki kimi olmasa da yenə də Qarabağın xeyrinədir. 57%, 43% Qarabağın üstünlüyü var. Və mənə indi məlumat gəldi ki, Səmra yenə hazırdır. Ötürürəm sözü ona. Bəli Rüstəm, doğru bildin. Hazırda yanımda Qarabağın futbolçusu Coşqun Diniyev var. Coşqun qələbə münasibəti ilə təbrik edirəm. Yeni stadionda ilk qələbənizdir. Demək olar ki, sizin üçün bugün ən asan oyun oldu turnirdə ümumilikdə. Yox, mən belə düşünməzdim. Ən asan oyunlarımızdan biri oldu. Oyundan əvvəl bilirdik ki, Zirə də bizim kimi məğlub olmayan komandalardan biridir çempionatda. Ona görə var gücümüzdən hazırlaşmışdıq, bilirdik çətin olacaq bizim üçün. Sadəcə oyunun əvvəllərində hesabı 1-0 və ya 2-0 eləməyin bizim üçün daha çox üstünlüyünü ələ almağımıza kömək elədi. Şükür Allaha 3 xalı qazandıq və yolumuza davam edirik. Qarabağın çempionluq şanslarını necə dəyərləndirərdin? Hələ çempionluq haqqında danışmaq üçün tezdir, mən belə düşünürəm. Çempionat daha əvvəlləridir. Çalışacaq daha əvvəlki il qazandığımız çempionluğun bu il üçüncüsünü də qazanaq. Amma çətin olacağını bilirik. Komandalar həqiqətən də bu il çox çətin mübarizə aparırlar. Ona görə əlimizdən gələni eləməyə çalışacaq. Uğurlar sənə Coşqun. Rüstəm, hazırda Coşqun Diniyev yanımdaydı. Qarabağın futbolçusu, 91 nömrəli futbolçusu və hazırda yanıma gələcək məğlub komandanın baş məşqçisi Adil Şükürov. Bugün ilk dəfə olaraq Zirə məğlub oldu. 8-ci turda məğlub oldu ilk dəfə. Oyunu necə dəyərləndirərdiniz və ümumilikdə belə deyək də gözdəydi komandaya? Ümumilikdə belə götürəndə komandamızdan biz razıyıq. Yəni bugünkü gün də Qarabağ komandasına qarşı biz çalışdıq ki, sərbəst futbol oynamaq çalışdıq və şükür olsun ki, komanda hardasa buna nail oldu. Yəni düzdür, ilk dəqiqələrdən buraxılan toplar komandaya biraz təsir etdi. Ondan sonra komanda özünü biraz toparladı və qol da vura bildik. Amma ki, inşallah ki, biz hazırlaşacağıq gələn oyunlarımıza və gələn oyunlarda çalışacağıq ki, nəticələrimizi yaxşılaşdıraq. Uğurlar arzulayırıq sizə Adil bəy. Rüstəm, Zirənin baş məşqçisi Adil Şükürov idi yanımda. Maraqlı maç alındı 4-1 hesabı ilə və məğlub komandanın da baş məşqçisini belə dinlədik. Hazırda isə söz səndədir. Təşəkkür edirəm Səmra, yaxşı, maraqlı müsahibələr idi. Əlbəttə, məğlub olan komandanın baş məşqçisini danışdırmaq o qədər də asan deyil. Deyilənlər də bəllidir. Bununla belə Zirə mövsümündə ilk məğlubiyyətini alırız. 3-cü pillədə qalır. Bəlkə də müvəqqəti sabah Sumqayıt Inter maçından turnirin cədvəlin mənasında çox şey bəlli olacaq. 4-1 Qarabağın qələbəsi. Onlara baxaq. İlk top Çümbinyonun cərimə zərbəsindən ötürməsi bir qədər təsadüfi də olsa, hər halda forward kimi, yaxşı forward kimi Samuel Armenteros sona qədər mübarizə apardı və topu qapıdan keçirdi. İkinci qolda da bir ötürmədə təsadüfilik var idi. Amma burada Samuel'in heç bir günahı yoxdur. Əlinə düşən imkanlardan maksimum yararlanır. 2-0 erkən qollar gəldi Qarabağdan və maçın ümumiyyətlə taleyini bəlkə də həll edən epizodlar idi. Bu da Çümbinyonun öz aktivinə ikinci qol ötürməsi yazdığı vəziyyət.
11 metrlik nöqtənin üzərindən Richard oyundan əvvəlcə qol vurdu, sonradan penaltini qola çevirəcək. Hələ ikinci hissədə bu isə Zirənin qoludur. Tatu, Mölens, Ivanoviç üçlüyü yaxşı oynadı. 3-1, bir qədər Zirə ümidlənsə də ikinci hissədə bu komanda alayətdə bir şey göstərə bilmədi və bütün ikinci hissə ərzində bu komandanın fərqi azalda bilməyəcəyi də oyunun gedişindən bəlli olurdu. Sonuncu oyunda nöqtəni isə Richard Almeida qoydu. Bax, bu hərəkətdə Sadiq Quliyevin Elvin Məmmədova qarşı qayda pozuntusuna görə təyin olunan penaltini Richard Almeida rahatca yerinə yetirib Qarabağın Zirə üzərində böyük hesablı qələbəsini rəsmiləşdirdi. Qarabağ Zirə görüşündən reportajımız başa çatır. Siz CBC Sportda qalın. Sabah Topaz Film Liqasının 8-ci turunun daha 2 görüşü ilə qarşınızda olacağıq. Sizin həm söhbətiniz mən Rüstəm Əfsərli idim və həmkarım Səmrə Əliyevə də təşəkkür edirəm. CBC Sportda qalın. Hələlik.